Bugün Cəbrayıl rayonunun Horovlu kəndinə 18 ailədən ibarət 66 nəfər köçürülüb. Onlar Respublikanın müxtəlif yerlərində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunublar. Kənddən çıxanda 12 yaşım var idi. Bu günləri Allaha şükür. Mən kənddən çıxdığım yaşda oğlanlarımla qayıtmışam bu kəndə. Çox gözəl hissdir, çox sevindik. Öz kəndimizdəyik, öz elimizdə, öz obamıza qayıtmışıq. Yenidən qurulan Horovludur, hər şey gözəl. Məktəbimiz, bağçalarımız, evlər çox gözəl, hər şey əladır. Bizim burada öz uşaqlığımız keçib, bağlarımız vardı, bağçalarımız vardı. Uşaqlığımız burada keçib. Düzdür, uşaqlığımız yarımçıq qaldı. Amma bağlarda oynamışıq, kəhrizimiz vardı, gözəl sularımız var idi. Hamısı bərpa olub. Hamısı çox şükür Allaha bərpa olub.